Dəyərli izləyicilər, bayaqdan bu açıqlamaya, bu xəbərə gülürəm. Çünki mən Azərbaycandan başqa heç bir ölkədə yaşaya bilmərəm. Yəni bu açıqlamanı oxuyub gülməmək, gülməkdən uğunmamaq, özündən getməmək mümkün deyil. Amma mən sizə də deyim, paxıllıq olmasın. Nə baş verib, niyə gülürəm? Çünki Bakı metropoliteni öz əməkdaşlarının maaş artımını yanvar ayından indiyə qədər ödəmir. İşlər açıqlama veriblər ki, artıq il başa çatır, 9 aydır ki, maaş artımı tətbiq olunub, amma o artımları bizim maaşımıza əlavə edib bizə ödəmirlər, almalı olduğumuz artımı vermirlər. Söhbət ondan gedir ki, 2024-cü ilin 23 dekabrından etibarən Azərbaycan prezidentinin sərəncamına görə minimum aylıq əmək haqqı məbləği yanvarın 1-dən 400 manat müəyyən edilib. 9 aydır ki, bu adamlar maaş artımını ala bilmirlər. Metropolitenə müraciət edib mətbuat və onun da təbii ki, açıqlaması, Oxazın sualına cavabda belə bir açıqlama var ki, bildiririk ki, sərəncamdan irəli gələrək Bakı metropoliteni qapalı səhmdar cəmiyyəti tərəfindən cari ilin yanvarın 1-dən etibarən müvafiq tədbirlər həyata keçirilərək minimum əmək haqqına edilən dəyişiklik qanunvericiliyin tələbinə uyğun olaraq işlərin əmək haqqına tətbiq olunub. Tətbiq olunub, amma ödənilməyib. Bax, indi bu hissədəki cümlə can alıcı cümlədir və məni məndən alır, əminəm siz də sizdən alacaq. Nə deyir? Deyir, həmin prosesin həyata keçirilməsi, yəni maaş artımının tətbiqi çox dəhşət bir prosesdir. Bunun deyir, həyata keçirilməsi müəyyən zaman tələb edir və biz əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanır, onlara təşəkkürümüzü bildiririk. Yəni, heç bir ölkədə belə bir şey yoxdur, dəyərli izləyicilər, ki, sən 9 aydır ki, maaş artımını verməyəsən, tətbiq eləməyəsən əməkdaşıva. Əməkdaşın da sənə bununla bağlı etirazını bildirəndə deyir ki, sizin bu mərhələni anlayışla qarşıladığınıza inanırıq. Bu Amerika sayağı cümlə, bu Amerika sayağı belə deyək də, gülüşlə müşahidə olunan cümlə hal-hazırda Azərbaycanda keçərli deyil. Əslində dünyanın heç bir yerində keçərli deyil. Bilmirəm, neçə PR menecer, neçə mətbuatla işləyən ekspert və s. bu açıqlamanı hazırlayıb, amma bu həyasızlıqda gəlmiş olan son mərhələdir. 9 ay boyunca bunun maaşa tətbiq edilməsi nə qədər çətin bir şey ola bilər ki, sən bunu tətbiq etməyəsən və üstəlik də deyəsən ki, sizin anlayışınıza güvənirik. Mən isə təklif edirəm. Acizanə bir təklifdir. Bakı metropolitenin əməkdaşları da bundan sonra mağazaya gedəndə, alış-veriş eləyəndə kassaya yaxınlaşsınlar. Onlardan pul istəyəndə desinlər ki, sizin bu məsələdə bu mərhələni anlayışla qarşıladığınıza inanırıq, mən pul ödəməyəcəm. İşıq pulu, qaz pulu, su pulu gələndə də ödəməsinlər və desinlər ki, sizin də bu mərhələni anlayışla qarşıladığınıza inanırıq. Yəni dünyanın heç bir yerində, oyun Azərbaycanda bir qırağa, anlayışla qarşılanan bir maaş verilməməsi mərhələsi yoxdur. Sən mənim maaşımı verməyəcəksən, artımımı tətbiq etməyəcəksən mənim maaşıma, üstəlik də deyəcəksən ki, sənin anlayışına güvənirik. Yenə də deyirəm, biz də sizin anlayışınıza güvənmək, biz də sizin anlayışınızın normal şəkildə olmasına inanmaq istəyirik. İşçilərin maaşını verin. Sizin bəzəkli, düzəkli, qanaqlı cümlələrinizə isə heç kimin ehtiyacı yoxdur.